Hal-hazırda iki hazır komandanın oyununa şahid oluruq. Kırmızı komanda çox aktiv başladı. Lakin çox kobud, qapıcıdan çox kobud bir səhv. Və bəli, narıncı komandanın üzvləri bu səhvi ağır cəzalandırdı. 1-0. Narıncı komanda hal-hazırda hücuma hazırlaşır. Hücum xəttində çox az adam var idi. Qapçı ilə paslaşırlar. Qarşı kimin kovud səhv. Yaxşı olmadı. Çox yaxşı irəlilədi yaşlı komandanın oyuncusu. Lakin topu itirdilər. Hal-hazırda topu yenidən əldə elədilər. Biraz çox uzatdı, pas atmalıydı yaşlı komandanın oyuncusu. Əks hücum görürük. Mərkəzə pas ata bilərdi, lakin müdafiəçi bu takım qarşısını kəsdi. Hal-hazırda yaşlı komanda hücuma doğru hazırlaşır. Topu itirəcək mi? İtirmədi, amma topu həddindən artıq çox saxladı özündə, bu səbəbdən itirdi. Ümumiyyətlə narıncı komanda daha çox aktivdir, daha çox hücum göstərir statistikaya əsasən. Narıncı komandada daha güclü oyuncular var. Qəşəng fikirləşilmişdi, lakin müdafiəçilər onun qarşısını kəsdi. Topun çıxmasına imkan vermədilər. Hal-hazırda pasla oynuyorlar. Lakin müdafiəçilər öz yerində olduğunu göstərdi. Offside'e bakan var. Yan xətt hakimlərini nəyə gətirmişik? Hal-hazırda yaşlı komandanın üzvləri offside-ə düşdü hücumçusu. Səndə. Yoxa qara hakim hanı? Yenə şey yox. Mən anlatmaq yox. Hə. Çık kendine. Bırak. Hə. Keçək. Dur. Maraqlı mübarizə getdi hal-hazırda.
hal-hazırda yaşıl komandanın hücumuna görürdük, lakin hücum tamamlanmadı. Hücum tamamlanmadı. Top oyundan çıxdı və topa yaşıl komandanın üzvləri başlayır. Sürəti çatdırmadı. Top saxlamadan. Qapıya doğru zərbə. Çox möhtəşəm zərbə idi. Lakin top dirəyə dəydi. Narıncı komandanın hücumuna şahid oluruq. Qapıya doğru zərbə geri dəqiqə alındı. Geri dəqiqə alındı. Hal-hazırda. Bəli, yenə də kobud səhv. Aha. Birbaşa qapıya doğru zərbə olacaq. Hakim öz təlimatlarını verdi. Topdan 5 metr məsafəyə saxlamağı göstərdi və qapıya doğru zərbə yerlə zərbə olundu. Elə bir yaşıl komandanın oyuncusu biraz özünü itirdi. Lakin topu uzaqlaşdıra bildi. Biraz sürət çatışmır. Narıncı komanda qapı ilə paslaşdı. Təhlükəli vəziyyət olmadı. Və bəli, hal-hazırda hesab bərabərləşə bilərmi? Xeyr, bərabərləşmədi. Hesab çatdıra biləcəkmi? Xeyr, çatdıra bilmir. Alttan başlanıldı oyun. Yenə yaşıl komanda müdafiəsindən kobud bir səhv. Bu səhv onlara daha başa gəlmədi. Az da maraqlı oyun gedir. Oyun gedir. Yenə də narıncı komandanın hücumuna şahid oluruq. Lakin hücum tamamlana bilmədi. Hücum tamamlanmadı. Qapçı topu əlinə götürdü və qapçı bu dəfə pasla yox, zərbə ilə başlamağı üstün tutdu. Lakin top yenə də narıncı komandanın üzvlərində deyirdim ki, əks hücum görürük. Yaşıl komandadan pas verə biləcək heç kimi yoxdur hal-hazırda qarşısında. Və bəli, top itirdi. O boyda qatışı əziyyət oldu. Bəli, offside yoxdur. Hakim müfti səslənmədi. Qapıya doğru zərbə. Oy, maşallah, kəllə ilə qol və bəli, qol. İkinci qol, 2-0. Birinci kəllə qapı dirəyinə dəysə də, qapı dirəyindən qayıdan topu ikinci kəllə ilə qapıya sala bildi narıncı komandanın oyuncusu. Və onu təbrik edirik hal-hazırda. 2-0.
Mərkəzdən başladı yaşıl komandanın üzvləri. Real Madrid'in hücum taktikası ilə getmək istədilər. Lakin yaşıl komandadan qarşıda cəmi bircə nəfər var idi. Və bu səbəbdən narıncı komandanın üzvləri hal-hazırda hücuma yaxınlaşdılar. Biraz hücum öldü elə bil, lakin topu hələ də itirməyiblər. Çox kobud səhv. Top qəbulunda çox kobud bir səhv oldu, lakin topu itirmədilər. Aha. Hazırda topu kim başlayır? Görək. Yaşıl komandanın oyuncuları topa başlayır. Rəqibi aldatdı, sanki güclü atacaqmış kimi, mərkəzə atacaqmış kimi göstərdi, lakin ən yaxındakı oyuncuya atdı. Topu hələ də itirməyiblər. Niyəsə yaşıl komanda ancaq meydançanın sağ küncündə oynamağa daha çox üstünlük verirlər. Sol künc hücumçusu biraz boş qalır. Orada oyunçunu keçməyə çalışdı, lakin keçə bilmədi. Və top yenidən narıncı komandanın üzvlərindədir. Və top çıxdı. Top narıncı komandanın oyuncusundan çıxdı. Alttan başlanıldı. Narıncı komandanın hücumdan şahid olduq. Yeni narıncı komandanın çok qəşəng bir gol pozisiyası yarandı, lakin bu şansı dəyərləndirə bilmədilər narıncı komandanın oyuncuları. Daha doğrusu oyuncusu. Hal-hazırda küncdən zərbə başlanılır. Küncdən zərbəni pasla başlamağa məsləhət bildilər. Qapıya doğru zərbə. Gol ola bilərdi, lakin yaşlı komanda oyuncusu qoymadı. Və bəli, top uzaqlaşdırıldı, təhlükə uzaqlaşdırıldı. Hal-hazırda meydançanın sağ küncündə bu qardaş boşdur. Pas versəydi, əks hücum alınacaqdı, lakin bu heç gözləmədiyim bir şeydir. Birinci dəfədir belə bir halla rastlaşıram. Aha, hal-hazırda narıncı komanda. Narıncı komanda da pası qeyri-dəqiq alındı. Lakin topu itirmədilər. Bir-biri ilə paslaşırlar. Aha. Hal-hazırda mərkəzə doğru pas, lakin müdafiəçilər qoymadı. Həmin pasın qapıya doğru zərbə, top qapıdan yan keçir. Aha. Hal-hazırda qapıdan başlanılır. Qapı tərəfindən. Belə yaşıl komanda. Yaşıl komanda fikrimcə topu biraz meydançanın soluna çəkməlidir. Hal-hazırda oyuncu aldadır. Topu itirəcəkmiş kimi gəldi və bəli, topu itirdi. Pas vermədi və bu səbəbdən yaşıl komandanın bir zəif cəhəti isə paslaşmanın az olmasıdır. Yuxarıdan buna şahid oluruq. Topu alırlar, lakin topu saxlaya bilmirlər. Amma narıncı komanda daim pas atırlar. Dediyim kimi də pas atdılar. Görək. Bəli, qapıya və bəli, bu gözəl pas idi. İndi görək, gözəl nəticə əldə edəcəkmi? Kəllə qoya bilərdi, lakin top bütün zərbələrdən qaçdı burada. Və bəli, belə işlər. Hal-hazırda bəli. Xeyr, offside yoxdur burada. Offside yoxdur. Narıncı komandanın oyuncuları qarşıladır. Görək pas atsaydı çatdıra bilərdi, lakin oyuncu çatmadı. Və hal-hazırda top qapıdan çıxdı.
Hal-hazırda out başlanır yaşıl komanda oyuncuları tərəfindən. Out başlamağa oyuncusu hakim narıncı komanda tərəfindən toxun başlanmasını bildirir. Burada da yan xətt hakimini görürük. Yan xətt hakimi salam ver. Aa. Narıncı komanda aktiv əks hücuma keçib. Və bəli, paslaşmaq sayəsində ən böyük üstünlükləri paslaşmaqdır. Topu əllərində ayaqlarında saxlaya bilirlər. Topa hakimlik edə bilirlər. Və topa hakimlik statistikasında da gözə çarpan dərəcədə narıncılar üstündürlər. Aha, kesə bilər. Gol. Artıq üçüncü goldur bu. Təbrik edirik. Bütün oyunculardan sıyrıldı və qapıya doğru zərbə indirdi. Möhtəşəm bir gol idi. Hesab 3-0. Biraz da oyuncuların gücü qeyri-bərabər paylanıb, belə fikirləşirəm. Neçə ildir minə dolanıram, bırak çıxmışım. Sus. Sus deyil. Sus deyil. Başqa oyuncumuz yox deyə. Kırmızı komanda yenə hücumda görür bu komandanı. Bugünün hücumçusu kimi görə bilərik. Yaşıl komanda sanki müdafiəyə çəkilib və müdafiə tipli oynayır. Kırmızı komanda daim aktiv hücumdadır. Qapıçı ilə biraz qəribə başladı. Qapıçı çox riskli başladı. 3 dənə oyuncu var. 3 dənə rəqib oyuncu vardı, lakin xoşbəxtlikdən top itirilmədi. Pas ata bilərmi? Pas atmamağı məsləhət gördü. Çünki orada oyuncu var idi və sonradan pas atdı. Görək çatdıra biləcəkmi? Sürət çatmadı. Bəli. Yaşıl komandanın oyuncusuna topa zərbə indirməyə imkan vermədi. Narıncı komandanın deyəsən mərkəz müdafiəçisi. Hal-hazırda top meydandan kənar. Meydandan kənar idi. Out. Küncdən zərbə başlanılır. Baxdım küncdən zərbə sözünü axtarıram. Biraz qüvvətli zərbə olmadı bu səbəbdən. Tam mərkəzə düşmədi zərbə. Yenə də Narıncı komandanın əks hücumunu görürük. Sürətli əks hücum olmadı. Biraz həmin ortadakı oyuncu fikirləşir kimə pas ata bilərəm. Topu özündə saxlamaq istədi. Hakimin fiskəsi çalınmadı. Bu səbəbdən oyunu dayandırmaqları düzgün olmadı. Və lakin yenə də Narıncı komanda üzvü bunu dəyərləndirə bilmir. Hakimin fiti çalmamış, oyun dayanmır. Hakim fiti eşitməniz dayanmıyor. Yaşıl komanda topu mərkəzə göndərmək istədi, lakin Narıncı komandanın üzvləri topu yaxaladılar və hal-hazırda hücuma keçdilər və gol ola bilərmi? Ola bilər və bəli, gol. Artıq bu 4-cü goldur, 4-0. Yaşıl komanda birinci hissəyə çox aktiv başladı. Narıncı komanda çox aktiv başladı və hal-hazırda yenidən mərkəzdən başlayır artıq 4-cü dəfə. Yaşıl komandanın ən böyük zəif cəhəti paslaşmamalıdır.
Bunu düzəltsələr məncə. Bəli, oyunçunu aldadıb qabağa pas atmaq istədi, lakin vəziyyəti daha da pis elədi. Və bəli, növbəti qol ola bilərmi? Gol, 5-0. Kəllə ilə qol. Offside yoxdur. Yanxət hakimin bayrağı görsənmədi. Və son qolun üstündən heç 30 saniyə keçməmişdi ki, yeni bir qola şahid olduq. Artıq narıncı komanda yorulub. Yaşıl komanda yorulub. Bəli, burada yerə uzanan oyuncudan görə bilərik ki, yaşıl komanda yorulub. Buyur. Bəli, super. Ömrümdə heç bu qədər özümü xoşbəxt hiss eləməmişdim. Sənə dedim, bax, çox maraqlı oyuncu. Maraqlı deyə yaşıl komanda qəşəng şey eləmir. Maraqlı olar ki, hər iki tərəf güclü olar. Məncə müəyyən oyuncular keçməlidir yaşıla. Bəli, yaşıl komanda hücumlu görürük, lakin xeyr, müdafiəçilər Van Dijk kimi top oyundan çıxartdılar və hal-hazırda out başlanılır yaşıl komanda özləri tərəfindən. Out dəqiq alınır. Out dəqiq alınır, lakin topu itirilir. Yəni də narıncı komanda oyuncuları qabağa doğru pas atırlar, pas dəqiq alınır. Bəli, ikinci bir pas. Offside yoxdur. Gol ola bilər, lakin olmadı. Geriyə doğru pas atdı. Geriyə doğru pas atdı. Qapıya doğru zərbə olacaqmı? Olmadı. Oyuncular keçdi, lakin müdafiəçilər keçə bilmədi. Lakin top yenə də narıncı komandadır. Gözəl bir paslaşma. Gol ola bilərmi? Xeyr, gol olmadı. Gol deyil. Gol deyil. Top qapının üstündən keçmişdi. Ha, gol idi ki ya. Aa, o gol idi. Mən səhv görmüşəm. Hesab 5-0 oldu. Ha, goluymuş. Biraz meydansa uzaqdır, hal-hazırda yaxınlaşdırılmış formada görürsünüz siz. Ola bilsə mən yanlış görmüş ola bilərəm. Hal-hazırda yaşıl komandadan heç görmədiyimiz, demək olar ki, qapıya doğru normal hücumlardan biri idi bu. Birincisi idi bu. Əgər növbəti belə bu templə getsə, hesabı bərabərləşdirə bilməsələr belə, ən azından sıfırda getməməlidirlər. Getməmələri daha yaxşı olar. Və bəli, burada müdafiəçilər boş buraxmışdılar. Və bəli, bu da növbəti qol, 6-0. Müdafiəçilər niyə oranı boş buraxmışdılar, o ayrı bir sualdır. Amma gərək boş buraxmamalıdırlar. Ümumiyyətlə, müdafiəçilər... Tez-tez gəl qardaş, tez-tez gəl, öyrəşəsən. Tez-tez gəl 11-11-ə. Mini deyil, tez-tez gəl. 4-5 idi mini oynuyor. Oradan zarafat yanında bir yumor oraya geldi ki videonu saxladı artıq bəsdir. Lakin mənim hələ də ümidim var ki, yaşlı komanda bir gol vuracaq. Yaşıl komanda qardaş elə bir uzun müddət oynamayıb, sonradan oynayır. O da mənim kimi bilir ki, futbol adamı deyil, ayda ilə bir dəfə dostanışla oynayan birini. Hakim burada heç bir qayda pozuntusunun olmadığını bildirir. Qapı... Aha, yenə müdafiə yoxdur demək olar. Yoxdur demək olar. Bu da növbəti bir gol. Artıq 7-0'da. Ümumiyyətlə yaşıl komanda hamısı mərkəz və mərkəzdən sonradır. Demək olar ki, müdafiədə heç kim yoxdur. Və bu səbəbdən
Narıncı komandanın qalibiyyəti labüddür. Hal-hazırda səhv eləmirəmsə oyun 7-0-dır. Və hal-hazırda yenidən bölünməyi təklif elədilər. Aha. Yaşıl komanda. Burada offside yox idi. Offside yox idi, lakin oyuncu çatıra bilmədi özünü. Bəli, hal-hazırda. Aha. Elle temas olmadığını bildirdi Narıncı komandanın oyunu. Oyuncusu ve ya da hücuma doğru. Ve bəli, burada 2 nəfər müdafiəçidən gözəl keçdi. Orada müdafiəçilərin səhvi idi ki, 3 nəfər bir nəfərə hücum edirdi. Və digər hücumda olan Narıncı komandanın oyuncuları boşdaydı. Hal-hazırda yaşıl komanda hücuma keçdi, lakin topu yenə itirdilər. Bəllidir ki, uzun müddətdə oynamırlar ya da mini də oynuyorlar, 11-11 öyrəşməyiblər. 11-11 onlara ilk dəfədən çətin gəlir və bəli, yenə də topu itirdilər. Çempionat oyunu başlayır. İki hazır komanda yığılmışdı burada. Yaşıl komandanın oyuncusu keçmək istədi, lakin keçə bilmədi. Narıncı komandadan qapıya doğru zərbə, lakin qapıcı topu saxladı. Hal-hazırda top qəbulu yaşıl komandada çox zəifdir. Topu özlərində saxlamaq, qapıcıdan topu qəbul eləmək. Hal-hazırda Yanxət hakimi topun Narıncı komanda üzərindən çıxdığını bildirdi və yaşıl komanda topa altdan başlayır. Qüvvətli bir zərbə ilə başladı. Narıncı komanda həmişəki kimi artıq demək olar topu ələ keçirdi. Hal-hazırda hücuma doğru hazırlaşır. Topu çox yersiz saxladı biraz Narıncı komandanın oyuncusu. Və qapıya doğru zərbə. Xeyr, bu pas idi. Havadan pas. Və burada offside olduğunu bildirdi Yanxət hakimi. Aha. Narıncı komandanın oyuncusu burada yıxıldı. Topu qəbul edə bilmədi, lakin digər komanda üzvü onun bu səhvini biraz kompensasiya elədi. Hal-hazırda demək olar ki, bütün polya Narıncı komandadır. Gol ola bilərmi? Bəli, gol. Orada o yaşıl komandanın oyuncusu biraz geri çəkilsəydi offside-ə düşə bilərdi, lakin olmadı. Hesab 8-0. Bəzən məhlə arası oynayanda deyirdi ki, oyuna gəlməsək texniki məğlubiyyət 3-0. O daha mərifətli idi. Əlbəttə ki, o bir zarafat idi. Aha, hal-hazırda çəkilişə girdim, taksiyə qoydum, getdim stadiona. İndi buradan da taksi ilə vuracam evə. O amortizatoru sən demirəm, sən eləmişsən, sən o nəsə düzəltmişdin, ona görə şeylədir. Onu o əvvəlki radnoy halı necə idisə, o formaya salarıq da zəhmət olmasa. Səyid, belə deyim, yolda qaldım. Onda şeylərim, taksi sifariş verdim, o çəkmişə gedirdim. Elə oldu ki, çəkilişi etmək edə bilmədim. Taksi ilə vurdum, gəldim stadiona, indi buradan vuracam, geləcəm evə. Eve gitmək istəyindən gedə bilər. Birinci time qutardı. Baş hakim. Oyun
oyuncusu. Ha bizim komandadan Oyun- Ronaldo oyuncusu. Kimler? Lewandowski. Lewandowski. O kardeş çık. Buyur. Mən boyuna get. Siz Bakıda yaşıyorsunuz bura. Galip komandanın üzvü kimi? Dayan bak. Qalib bir dəqiqə mən də narızlarım. Ha, ha, oyun oyun değiştin indi. 45-dən əvvəl olub sayılmır. Baş hakim. Konsa gedər. 2 dəqiqə başlayar. Ben çok Buyur qaqa, intervyu vermək istəyirsən. ben Buyur. çok xoşbəxtəm ki, bu oyunda yan hakim təyin etmişəm. Bunun üçün xüsusi olaraq Zahra təşəkkür edirəm. Evet. Aga hansı tərəfə baxırdın sən? O tərəfə, bu tərəfə. Bu tərəfə. Buyur qaqa, Galip komandanın oyuncusu kimi? Galip komandanın. Komanda Allahın dostu yoruldum da ha. Yo, gol vurmaqdan yoruldu. Gol vurmaqdan yox, qolu vururuq, oradan vurup qaçana kimi yoruldum. Bax 2 dəqiqədən bir bırdayıq, 2 dəqiqədən bir bırdayıq. Ha. Van Dam da birinci döyülür, mən bunu demək istəyirəm. İkincisi də pis olacaq. Sən keçdin də bura, ona görə pis deyə. Buyur qaqa, sənin Oyun hələ qutarır. yaşıl komandanın hələ də inamı var ki, hesab bərabərləşəcək. Yetdin o qabaqda. Sen de keçtin o tarafa. Ha, Buyur qardaş. Kanka Allah hakkı o bu komanda hamısı bizden oynuyordu. 8-0. Gördük ki ucuzları Allah satqın eləməsin, kimi hamısı yox. keçdilər, keçdilər o Mən tarafa. ümumiyyətlə yaşlı nifrət edirəm. Ümumiyyətlə təbiət rənginə pis olur. Ən sevdiyimizdən Ki səhv qız. eləmişik. İkinci ise oyun bizimdi. Burada deyirlər ki, İnşallah. olmamalıydı. Şot ne ser gaga? Şot 8-0'da. 8-0'dan 8. 8 dəfə qol buraxmışsın. 8-0'dan Sayır, mən sayamadım. Hətta aldı. Və altı Sən saymışam. qol vurmaqdan başlar bir şot sayırsan. 8-0'dan 8-8'e çatdırmağa ümidimiz Dur, var. Yani ben 100% söz verirəm. 8-8'e çatdıracağım. İnşallah. 20 ildir futbol oynayıram. Mən ömrümdə birinci dəfə ki başdan qol vurdum. Sağ olsun. Neyse. Hal-hazırda ikinci time başlayır. Birinci time'larıncı komandanın 8-0 böyük həcmli qalibiyyətindən sonra artıq müəyyən oyuncular dəyişdirildi. Narıncı komandadan yaşlı komandaya keçirildi. Sen oradaydın, aslında ama yaşlılardaydı. Sağ, Akşen 2 nəfər yaşlılardan yoxdur. 10 nəfər oynasınlar. Пересчитай команду. Hal-hazırda yaşlı komandanın bir nəfər oyundan imtina elədiyinə görə döyüşə bilinmir. Şimdi bir görək axırda necə olacaq. Ay bля. Var bu videoyu YouTube'a yüklenecek yoksa Telegram'a bir yerden mi? Bilim megabayt yapılması. Yok, geç Aygan, geç ona. Orada 8 Aga 8 Oy güzel. Hal-hazırda yaşlı komandanın aktif hücumunu görürük. Burada oyuncu topu bıraktı. Oyuncu topu bıraktı ve narıncı komanda hal-hazırda oyuna devam ediyor. Aha. Ruslan demiş oyuncunun adı. Və bəli, burada topu qəşəng qəbul elədi, qəşəng ram elədi.
Geriyə doğru pas atdı. Və qapıya doğru zərbə endiriləcək. Xeyr, endirmədi. Qapıya doğru zərbə. Bəli, qapıcı burada yerində idi. İkinci dəfə qapıya doğru zərbə vuruldu, lakin top qapıdan yan keçir. Pozisiya. Burada. Ha? Eşitmirəm. O ne demek? Canlı değil, yok canlı değil, videoda. Aha burada narımızı burada yaşıl komanda azı qabağa doğru biraz daha qüvvətli pas atsaydı geçe bir hücum alınacaqdı. Aha. Narıncı komanda elə bir biraz indi daha yaxşı oynuyor. Hal-hazırda hücumlu görün Narıncı yaşıl komandanın. Lakin hücum geridə qalmır və Narıncı komandanın müdafiəçiləri həmin hücumun qarşısına çox rahatlıqla aldı. Aha, görək. Ümumiyyətlə havadan paslar çox geridə qalmır. Buna görə yerdən paslar həm qəbul edilməsi rahatdır, həm göndərilməsi rahatdır. Hal-hazırda yaşıl komandanın hücumunu görürdük, lakin offside. Hakim burada bayrağını qaldırdı. Offside var. Aha. Aha. Aha, burada hücumlarıncı komanda gol vura bilər, lakin hakim fitini səsləndirdi. Offside var idi burada. Bəli, 100%'lik offside var idi. Videonu dayandırım. Hazırda hücum. Və bəli, yaşıl komanda çox qəşəng gol vura bilərdi, lakin vura bilmədi. Aha, hal-hazırda nisbətən, birinci tayma nisbətən daha yaxşı paslaşırlar. Qapıya doğru zərbə indirdi, lakin top qapıdan yana keçir. Və hal-hazırda qapısı başlayır. Qapıcı mərkəzə doğru topu göndərəcək. Arxaya doğru gedib qasa-qasa zərbə vurmasından bundan bəlli idi ki. Lakin xeyr, qapıcı bizi burada aldatdı. Zərbəli müdafiəsi başladı. Aha, topu yaşıl komandanın oyunçusu ram elədi, lakin özündə saxlaya bilmədi. Hal-hazırda Narıncı komandanın hücumu mu deyək? Xeyr, hücum değildi bu. Topu özündə saxlamasına şahid oluruq və bəli, artıq hücumdur. Görə pas atacaq, yoxsa birbaşa qapıya zərbə endirəcək. Bəli, aldatdı. Qapıya doğru zərbə endirdi, lakin qapıcı yerində idi. Top alınmadı. Hal-hazırda yaşıl komanda oyuncusunun qarşısı boşdur. Ayın hücumda bəli, hücumda var idi bir nəfər, lakin offside idi. Zərbə endirildi. Sürət çatdı mı? Xeyr, çatdırmadı. Narıncı komandanın müdafiəsi göz osmanını qoymadı. Yaşıl komandaya. Aha. Elde qüvvətli zərbə deyildi bu qapıcı tərəfindən. Burada hakim qayda pozuntusu olduğunu bildirir. Və orada bir nəfər oyuncu özünə razılığını bildirir ki, hakimə pul verilib. Qapıya doğru zərbə olacaq. Qapıya doğru zərbə görək. Aha, necə olacaq?
Zərbələr elə qüvvətli deyil bu oyunda. Baş mən. Siz baxmaq. Hazırda Narıncı komandanın hücumu ola bilərdi, lakin müdafiəçilər öz yerində göstərdilər ki, biz buradayıq. Biz buradayıq. Ya, geridəki paslar alınır. Hakim burada, yan xət hakimi öz bayrağını qaldırdı. Ki burada offside var. Hey, yaşıl komandanın birinci goluydu, lakin offside oldu. Çok buna təəssüfləndim. Bəli, burada yaşıl komandanın oyunçusunu keçmək istədi, lakin o bildirdi ki, o asan balıq deyil. Belə frazeoloji birləşmək kimi rahat keçiləsi bir oyuncu deyil. Aha. Pas istəyirlər, amma heç uyğun yerdə deyirlər. Pas istəyirlər, amma arxasında rəqib komandanın oyuncuları var. Yəni pas atsan o dəqiqə topu götürəcəklər. Pas üçün gərək qaçasan və uyğun bir yerə gedəsən ki, rahat pas versinlər sənə. Bəli, burada sürət çatmadı. Çatdırdı. Lakin hücum olmadı. Artıq yaşlı komandanın oyuncuları öz yerini tutublar. Biraz qapıya doğru zərbə və gol. 9-0. Hazırda 9-0. Yoldaş Hakim. Ay. Oyuncu çıkmıştı onu deyirəm. Sahil vardı. Var pullandı. Vara rüşvət verə bilərsiniz. Qanımız rüşvətə işləyib və bəli, top hal-hazırda çıxdı çatdıra bilməyəcək. Hazırda topu narıncılar başlamadı. Hal-hazırda topu narıncılar başlayır, bəli, düzgün. Saxla. Hakim burada oyunu saxladı və outun necə başlanmasını izah eləyir. Bu sadə bir şeydir, yəni məncə Çempionlar Liqası səviyyəsində bir şey deyil. Ki öyrənmək çətin olsun. Bu da Yanxat hakimi göstərir ki, bu Narıncı komandadan çıxmışdı. Narıncı komanda hal-hazırda. Bu bir dostluq oyunudur. Bu bir geriyə doğru pas, bəli, bu qəşəng pas idi. Qəşəng pas idi. Aha. Hal-hazırda qapıya doğru zərbə endirə bilərdi, lakin endirməməyi məsləhət gördü. Qapıya doğru zərbə, lakin müdafiəçilər yerindədir. Yaşıl komandanın müdafiəçiləri yerindədir. Hücuma doğru hazırlaşa bilərlər, lakin yaşıl komanda biraz qaçmağı məsləhət gördü oyunculardan.
Sürəti olsaydı çata bilərdi, lakin müdafiəçilər qoymadı. Anthony Gordon kimi. Aha, azdı. Bəli, yerlə paslar ən səliqəli paslar. Bəli, burada top itmədi. Əsas odur ki, top itmədi yaşıl komanda tərəfindən. Və də yerlə paslar ən səliqəli, ən gözəl pasları. Baxın, hava ilə pas verdi, oyuncu onu qəbul edə bilmədi. Burada biraz arxadan korpus oydu bu. Hal-hazırda Narıncı komandanın oyuncusunun görürük, hücumunu görürük. Qapıya doğru zərbə indirəcəkmi? Xeyr, pas atdı. Lakin pasın qarşısına müdafiəçilər kəsdi. Hal-hazırda öz komanda yoldaşı öz iradını bildirir ki, niyə vaxtında pas atmadın mənə? Yaşıl komanda başlayır hücuma. Hücuma doğru keçməyə bir... Ha? Bir dəqiqə. Oy! Pasın, qolun gözəlliyini gördüm. Buyur abi, eşitmədim. Eşitmədim, nə dedin? Azərkeşləri bayaq çəkdim də. Bayaq aşağıda çəkdim. Çəkdim. Birinci gol. Yaşıl komandanın ilk golu. Aha. Aha, yaşıl komanda burada hal-hazırda biraz gücləndi yaşıl komanda və bəli, biraz hücuma meyilləniblər. Gedin, pas atın və bəli, burada qəşəng bir gol ola bilər. Bəli, ikinci gol. Təbrik edirik. 9-2. Biraz geri dönüş. Comeback. Bəli, burada iki əl üstündə dayanmağa çalışdı. Sonra sözüm var. Baxın analiz edin. Bir dəqiqə. Buyur. Pozisiya offside-dir. Prosto qolu verdim. Qabaqsan görmüşəm. Burada hakimin satıldığını bildirdi. Yox, Hakim satılır. En yüksek değer pul verene. Oy maşallah. Aha, burada keçə bilmədi yaşıl komanda oyunçusuna. Keçə bilmədi. Aha. Burada geride ilk pas verdi ve heç kim o pasın daha iyice qaçmaq istəmədi. Bu səbəbdən pas. Bəli, burada qəşəng bir pas. Aha, burada üçüncü gol gəlirmi? Bu nə pas idi? Bu nə pas idi? Qəşəng kapıya doğru zərbə dəqiq alındı, lakin qapısı oradaydı. Hədəfi düzgün tutuldurdu, lakin qapısı oradaydı və hal-hazırda yaşlı komanda topu öz əlində saxlaya bilir, pasla davam edir. Aşırtma vermək istədi. Qapısı yerindəydi. Əvvəl topu itirsə də, sonradan yerindən topu tutdu. Hazırda top yenə yaşlı komanda başlarındadır. Aha, burada keçən zərbə. Birbaşa qapıya doğru zərbə. Qapıdan çox az bir fərqlə keçdi.
Hal-hazırda Narıncı. Aha. Top yenə yaşıl komandanın oyuncularındadır. Görək mərkəzə doğru qüvvətli bir zərbə gələcəkmi? O qədər də qüvvətli zərbə alınmadı. Gol ola bilərmi? Çox saxladı və çox yersiz pas idi bu, biraz belə kobud dillə desək. Qapıya doğru zərbə ola bilərdi. Yersiz bir pas idi. Hal-hazırda bu Narıncı komanda qapıya doğru zərbə. Qapıya doğru zərbə, lakin sanki boş vururdu. Aha. Narıncı komanda hal-hazırda düzgün başlamadı sanki biraz. Yaşıl komanda topu tuttu. Artıq yaşıl komanda topa daha çox ram eləyir. Topa ayağında daha çox saxlayır. Birinci taymla müqayisədə. Artıq daha çox yaşıl komandanın hücumunu görürük. Biraz hava ilə pas, paslar ümumiyyətlə çox bəyənməmişəm. Qapıya doğru zərbə, lakin yerindən top kənardan çıxır. Oyuncular narazılıq edir ki, biz profesional oyuncu deyilik, lakin hakim oyunun öz standartlarının olduğunu bildirdi. Burada qayda formusunun olduğunu bildirir hakim. Yaşıl komanda oyuncusuna qarşı qayda formusu var idi burada. Görək, yaşıl komandadan qəşəng bir paslaşma görürük hal-hazırda. Görək, qapıya doğru zərbə verə bilmədi. Narıncı komanda. Narıncı komandanın müdafiəsi hal-hazırda oyunu saxlayır. Qəşəng bir oyunu saxlayır. Hal-hazırda top birinci hissədə qaldı, oyunu tutanmaz. Bezdik də. Burada qapıcı əl olduğunu bildirdi, lakin hakimdən fit səsi gəlmədi. Qapıya doğru zərbə ola bilərmi, lakin olmadı. Aha. Aha, top orada da. Burada çox qeyri-dəqiq pas aldı. Takınca geri ses gidiyor. Ne yapayım yani, böyle bir şey yoktu ben. Bir şey diyeceğim. Şimdi ben yeni başta çıktım, biliyor musun? Seviye 5'te
Bəli, yaşıl komanda görə hesab arasındakı fərqi qaldıra biləcəkmi? Bəli, 3-0. 3-0 nə? 9-3. 6 gol fərqi var. 6 gol fərqi var hal-hazırda. Oyunu kurtarmanın ne kadar var? Yeniden aranızı komandanın ve bəli hesab arasındaki fərqlər. Hesap neçə oldu? 11. 11 dedi. Neyse, oyuna bakalım. Hesabın neçənci olduğunu. Bəli, burada narıncı komandanın müdafiəçisi bir karateist kimi havalandı. Aa, çıxmağa qoymadılar. Bilmirəm ki, o baş hakim deyə bilər. O da ortadakı hakim.
90 dəqiqədir bu oyun. 1 saatdır. Şərtçilikdən də bezdim, hocam yoruldum. Gəlin də mahnınızı gətirin hocam. Aha. O yenə də yersiz pasıydı, gələ birbaşa qapıya vurardılar. Ümumiyyətlə qapı qabağında yenə də çox heyf. Akçe! Akşam neçə dəqiqə qaldı oyuna? Akşam neçə dəqiqə qaldı oyuna? Yarım saat? Üç dəqiqə, okey. Oyunun bitməsindən sonra 3 dəqiqə qalıb. Görək, bu son qoldu yəqin ki. Aha. Qapıya doğru zərbə, lakin qeyri-dəqiq qol, qapıya doğru zərbə idi bu. Hal-hazırda oyuna. Klas bir hərəkətlə keçidə şahid olduq hal-hazırda Narıncı komandanın oyuncusunun üzvü tərəfindən və hal-hazırda Narıncı komandanın hücumuna şahid oluruq. Və hücum o qədər də effektiv olmadı. Hakim final fitini səsləndirdi burada, oyun bitdi. Oyun hesabını artıq mən də xatırlamıram. Amma baxımlı oyun idi.